Maksim Gorki deyib ki, istedad özünə inam, özünə güc vasitəsidir. Hazırda Ölənə qədər filminin kastingi həyata keçirilir və bu kastingdə istedadlı gənclər öz bacarıq və nümunələrini nümayiş etdirirlər. Bugün televiziyası da məhz bu filmin media dəstəkçilərindən biridir. Ölənə qədər filminin layihə rəhbəri və quruluşçu rejissoru Faiq Nağıyev kastinglə bağlı öz təəssüratlarını bölüşdü. Təəssüratlarım ondan ibarətdir ki, bugün həm sevinçliyəm, həm də ki, qürurluyum. Sevinçliyəm ona görə ki, Azərbaycanda ilk dəfə olaraq ən şəffaf kastingi bugün biz keçiririk. Yəni komanda olaraq, Efes Film Kompaniya olaraq, GL Media Qrup olaraq şəffaf, yəni ki, özünüz şahid olacaqsınız ki, bu günləri Azərbaycanın sevilən, Azərbaycanın ən belə zirvədə olan peşəkar xalq artistlərimiz, əməkdar artistlərimiz jüridə oturub, münsiflər heyətində oturub, onlar seçim eləyəcəklər. Seçilən hər bir yəni iştirakçımız biz heç bir sorğu sualsız qəbul edib filmimizdə yer verəcəyik, filmlərimizdə çəkiləcək. Rejissor seçimdən keçməyən iştirakçılara da dəstək göstərəcəklərini bildirdi. Eyni zamanda seçilməyənlər də ruhdan düşməsinlər, seçilməyən insanlara da biz yenə yol açacağıq. Bax, gördüyünüz bu ofis, bu hamısı bizə aiddir. Burada aktyorluq kurslarımızdan istifadə eləyə bilərlər, burada modellik kurslarımızdan, burada səs yazmamızdan. Ümumiyyətcə, bizim fikrimiz tam şəffaf, tam doğru, tam düzgün bir aura, bir bazar yaratmaqdır ki, bu bazardan hamı bəhrələnsin. Əsas yəni ki, üstünlük bu dəqiqə filmin aktyorluq bacarıqları. Eyni zamanda bazıya da əlavə edirik də gəlmişsin. Qeyd edək ki, münsiflər heyəti tanınmış mədəniyyət xadimlərindən təşkil olunub. Adı nədir onun? Zümeyra. Çağır, Zümeyra. Meyramı çağır, görə bir balkondan sonra Meyram burada həyatda oynayır. Necə çağırırsan Meyram? Bəxtdən çağır, belə mi? Bax, qorxma, bəxtdən çağır. Biraz da bəxtdən çağır. Kastingdə filmin layihə rəhbərinin bu sözləri diqqətləri öz üzərinə çəkdi. Bizim rəqibimiz yoxdur. Biz nömrə 1 olmağa niyyətliyik və inşallah da nömrə 1 olmalıyıq. Hər zaman gənclərə dəstək olan xalq artisti Məlikə Əsədova fikirlərini bizimlə bölüşdü. Gənclərimiz bizim gələcəyimizdir. Elə olsun teatr sahəsi, kino sahəsi, təbii ki, hər bir istəyir ki, nəyə baxsan, hansı filmə baxsan, o dəqiqə istedad varsa, orada gözə çarpır. Əgər bir filmdə istedadsızlar yığışırsa, o film, çünki film özü komanda şəklində olan bir işdir, istehsaldır. O mənada da istedadlı uşaqlar yığılanda, burada da bilirəm ki, uşaqlardan film bəhs olunur. İstedadlı uşaqlar yığılsa birlikdə, təbii ki, bunu hamı çox gözəl his və maraqla baxılacaq. Film çox maraqla baxılacaq, seviləcək. Tamaşaçı gözü hər şeyi görür, bilir. Əgər film uğurlu alınırsa, o aktyorların sayəsində alına bilər. Xalq artisti filmdə kollektiv işin vacib olduğunu bildirdi. Xalq artisti Nübar Novruzova isə gənclərə dəstək olmağının əhəmiyyətindən danışdı. Doğrudan da mükəmməl bir kasting idi. Bunu təşkil edənlərə dərin minnətdarlığımı bildirirəm. Bizi bura dəvət edənlərə də çox gözəl münsiflərimiz var idi. Azad müəllim, Məlikə xanım və başqaları çox. Və ümumiyyətlə bildiyiniz kimi biz çox istedadlı bir xalqıq. Və ona görə bugün bura gələn uşaqların da çoxsu istedadlıydı. Ümumiyyətlə istedadsız insan yoxdur. Hər insanın özünə məxsus bir qabiliyyəti var. Amma bura gələn uşaqlar da demək olar ki, çoxsu çox istedadlıydı və hamısını da çox bəyəndik. Və inşallah yəqin ki, gözəl filmlər olar. Bizim də bu uşaqlar orada iştirak edərlər. Maraqlı keçdi, verdiyi sualları cavablandırmağa çalışdım. Hətta bir mahnıda oxudum ki, xalq
sinifimi bitirdiyimə görə məlumat verdi. Ondan sonra bir mahnı oxudum. Necə maraqlı keçdi dediyim kimi. Buna görə də müsiblərin hər birinə dərin təşəkkürümü bildirirəm. Başımdan sevdasın işmətlərin bu dərdə neyləsin loğmanın əlimə dəyməyib cananın əli. Əməkdar artist Azad Şükürov seçim turunun şəffaflığından bəhs etdi. FM Company, belə deyək, Faiq müəllimin, Faiq qardaşımızın rəhbərlik elədiyi Film Production yeni bir layihəyə başlamaq istəyir. Çox güman ki, bu serial olacaq. Yəni, o yeni çəkiləcək film haqqında mən heç bir məlumat verməyəcəm. Çünki indi hələ tezdir o barədə danışmaq. Sadəcə olaraq aktyor heyətinin seçilməsi ilə bağlı bir proses gedir indi. Xüsusilə uşaqların seçilməsindən söhbət gedir və uşaqların da seçilməsi böyüklərin seçilməsindən kifayət qədər çətindir. Nə mənada istedadlı uşaqları müəyyən suallarla onların istedadını üzə çıxartmaq, onların müəyyən keyfiyyətlərini kəşf eləmək üçün münsiflər heyətindən həm psixoloq olmaq tələb olunur, həm aktyorluq keyfiyyətlərini bilmək tələb olunur. Aktrisa Nərmin Əliyeva seçimlərdə daha çox təbiniyə diqqət edildiyini bildirdi. Yaşdır, qoca nəsil, yaş fərq eləmir, hamı kastingdə iştirak edir. Bizim üçün çox önəmlidir ki, istedadları üzə çıxardaq, tanınan, tanınmayan belə aktyorlar bizlə birlikdə işləsin və öz istedadlarını, bacarıqlarını göstərsin bu filmdə və nəinki bu filmdə, digər filmlərdə, digər layihələrimizdə. De ki Asimə ne için çağırırsan? Asim sen nereden çıktın? Oynamak için. Ne oynamak istediniz ki? Biz hörmətli rejissorumuz Faiq Nağıyevin Ölünə qədər filminin seçim ərəfəsindəyik, aktyorların seçimindəyik və uğurlu və şəffaf keçir və çox dürüstcəsinə uşaqlar seçilir və ciddi və gözəl bizim teatr və kino nümayəndələrimiz də komissiyada oturmuşlar. Yəni fəxr hissi keçiririk və çox ciddi olaraq aktyorlar seçilməkdədir. Uğurlar diləyirəm. İnanıram ki, çox gözəl film olar inşallah. Film kastingimizdə uşaqların, böyüklərin seçimlərini edirik və bununla biz istedadları üzə çıxartmaq istəyirik. Bizim Türkiyə ilə bağlı layihəmiz də var. Burada seçilən uşaqları həm film, həm model, həm fotomodel olaraq seçəcəyik. Biz də bu gün televiziyası olaraq seçilən iştirakçılara uğurlar arzu edirik. Zeynəb Abbasova, Samir Əliyev, Bugün TV.